Xoş gördük. Bu araşdırmamızda biz Albert Einstein'in o məşhur tənliklərindən çox-çox uzağa gedərək, onun mürəkkəb və ziddiyyətlərlə dolu gerçək həyatına daxil olacağıq. Gəlin, o dahi fizikin arxasındakı əsl insanı bütün detalları ilə birlikdə kəşf edək. Gəlin elə birbaşa mövzuya keçək və o pırtlaşıq saçlı, qüsursuz dahi mifini darmadağın edən provokativ bir sualla başlayaq. Heç özünüzə bu sualı vermisiniz? Oğurlanmış bir beyin, həqiqətən qəddar bir evlilik müqaviləsi və atom bombasının dünyanın ən böyük dahisi ilə nə əlaqəsi ola bilər? Bu cizgilər bizə Einstein'in həyatının heç də təsəvvür etdiyimiz kimi sadə və yalnız elmdən ibarət olmadığını göstərir. Birinci hissə, gözlənilməz dahi. Çünki bilirsinizmi, biz adətən onun elə doğuşdan dahi olduğunu, dərhal parladığını düşünürük. Amma əslində onun başlanğıcı olduqca çətin, maneələrlə dolu və tamamilə gözlənilməz olub. Təsəvvür edin, o doğularkən başı o qədər böyük və deformasiyaya uğramışdı ki, anası vahiməyə düşmüşdü. Dili də o qədər gec açılmışdı ki, valideynləri onun xəstə olmasından qorxurdular. Və ən maraqlısı, o 17 yaşında universitetə ilk dəfə imtahan verərkən tarix, xarici dil və coğrafiyadan kəsilmişdi. Yəni, qətiyyən bir wunderkind kimi qəbul edilmirdi. Onun xarakterini göstərən çox maraqlı bir hekayə var. İllərlə davam edən səssizlikdən sonra şam yeməyində ilk dəfə dilə gəlir və deyir ki, bu yemək çox istidir. Şoka düşən valideynləri ondan indiyə qədər niyə danışmadığını soruşduqda isə o çox sakit və praqmatik şəkildə cavab verir. Çünki indiyə kimi hər şey qaydasındaydı. Bu lətifə onun gələcəkdə hər kəsi heyrətləndirəcək qeyri-adi məntiqini çox gözəl açıqlayır. Lakin bütün bu çətinliklərə baxmayaraq, sonra nə baş verdi? 1905-ci il gəldi. Bu, onun möcüzə ilidir. Məhz bu dövrdə o, işıq kvantları, Brown hərəkəti və xüsusi nisbilik nəzəriyyəsi barədə cığır açan elmi əsərlərini dərc etdi. Budur, kosmos və zaman anlayışlarımızı əbəli olaraq dəyişdirən o məşhur əsər. Ancaq onun kainatın zərif səliqəli qanunları haqqında yazdığı mətnin bu ön sözünə baxdıqda, biz mütləq qələmin arxasındakı o qüsurlu insanı xatırlamalıyıq. Çünki bu qüsursuz elmi nəzəriyyələr əslində real həyatda olduqca mürəkkəb bir insanın beynindən süzülüb gəlirdi. Bu da bizi aparır ikinci hissəyə, pırtlaşıq şəxsi həyat. Və inanın mənə, həqiqətən pırtlaşıq bir həyatdan söhbət gedir. Məsələn, onun gizli bir qızı olduğunu bilirdinizmi? Bəli, 1902-ci ildə hələ tələbəsi Mileva Mariçlə evlənməmişdən əvvəl, onların Liesl adında bir qız uşağı dünyaya gəlmişdi. Amma ən acınacaqlısı odur ki, Einstein bu uşağı heç vaxt canlı olaraq görmədi. Uşaq elə doğulduğu ildə vəfat etdi. Bu, onun şəxsi məsuliyyətlərdən necə qopuq olduğuna dair sadəcə ilk ipucudur. Və bu hələ harasıdır? Ən şok edici məqamlardan biri, onun şəxsiyyətlərarası empatiyadan necə də məhrum olmasını göstərən Milevaya zorla qəbul etdirdiyi evlilik müqaviləsidir. Sadəcə bu qaydalara baxın. Paltarlarının yuyulması, otağına yemək gətirilməsi, xüsusən də 4-cü maddəyə fikir verin. Mən istəməyincə mənimlə danışmayacaqsan. Bəşəriyyəti işıqlandıran bir insanın ev daxilində necə soyuq və diktator ola biləcəyini təsəvvür edirsinizmi? Onun romantik həyatı isə sözün əsl mənasında tam bir xaos idi. Mileva'dan boşandıktan sonra o öz qohumu Elza ilə evləndi. Amma burada şok edici bir detal var. O əvvəlcə Elza'nın ondan düz 18 yaş kiçik olan qızı ilə evlənmək istəyirdi. Qızın anası bunun qarşısını aldıktan sonra Elza ilə nikaha daxil oldu. Üstəlik, sonralar öz katibəsi ilə də macəra yaşadığı məlumdur. Görünür, dahi beynin sahibi olmaq, insani zəifliklərdən azad olmaq demək deyil. Keçək üçüncü hissəyə. Pasifistin atom dileması. Bu, yəqin ki, onun həyatının ictimai baxımdan ən ağır sınağı idi. Einstein ömrünün yarısını küçələrdə sülh yürüşləri keçirən bir daha müharibə olmasın deyə qışqıran atəşli bir pasifist kimi yaşamışdı. Alman militarizminə dözə bilmirdi. Amma 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə acı bir reallıqla üzləşdi. İdeologiyası dramatik şəkildə dəyişməyə məcbur oldu. Burada çox maraqlı bir fəlsəfi bölgü yaranır. Einstein öz daxili mübarizəsini belə ifadə etmişdi. Mən prinsip etibarilə pasifistəm, amma mütləq pasifist deyiləm. O, müharibəyə hələ də nifrət edirdi, amma başa düşürdü ki, bəzən daha böyük bir şərri, yəni nasist təhlükəsini dayandırmaq üçün prinsiplərdən kənara çıxmaq, güc tətbiqini qəbul etmək lazımdır.
Və məhz bu qorxu, bu praqmatik yanaşma onu 1939-cu ildə həmkarı Leo Szilardla birlikdə Prezident Rooseveltə o məşhur məktubu yazmağa vadar etdi. O, ABŞ-ı atom bombasını almanlardan əvvəl hazırlamağa çağırdı. Bununla da istəmədən tarixin ən qorxulu silah proqramına, Manhattan layihəsinə təkan verdi. Ən ironik tərəfini bilmək istəyirsiniz. ABŞ hökuməti onu bir təhlükəsizlik riski hesab etdi və layihəyə ümumiyyətlə buraxmadı. Hiroşima və Nagasaki faciələrindən sonra dəhşətə gələn Einstein o məktubu həyatının ən böyük səhvi adlandırdı. O, ömrünün sonuna qədər dünyada sülhün qorunmasına və nüvə tərk silahına çalışdı. Və onun imzaladığı sülh manifestində yer alan bu cümlə: "İnsanlığınızı hatırlayın, qalanını unudun." Bu, bəlkə də onun bizə qoyub getdiyi ən böyük və ən vacib dərsdir. Nəhayət, 4-cü və sonuncu hissə uğurlanmış beyin. Bəli, hekayənin bu qismi biraz qəribə və makabırdır. Einstein 1955-ci ildə vəfat edəndə nə baş verdi? Thomas Stoltz Harvey adlı bir patoloq ailənin heç bir icazəsi olmadan alimin beynini sadəcə olaraq oğurladı. Təsəvvür edirsinizmi? O, bu beyni 10 illər boyu xüsusi bir məhlulun içində sanki müqəddəs bir əmanətmiş kimi saxladı. Sonradan tədqiqatlar beynin orta ölçüdən biraz fərqli olduğunu desə də, bu hərəkət bir insanın cəsədinə qarşı inanılmaz böyük bir hörmətsizlikdir. Araşdırmamızı yekunlaşdırarkən sizə belə bir sual vermək istəyirəm. Bir dahinin sadəcə fiziki beyninə, hüceyrələrinə bu qədər aludə olmaqla bəlkə də dünyanı dəyişdirən o əsl insanı, qüsurları, sevgiləri, böyük səhvləri və peşmançılıqları olan Einsteini tamamilə gözümüzdən qaçırırıq. Bəlkə də onun həqiqi dahiliyi beyninin ölçüsündə yox, məhz yaşadığı o daxili ziddiyyətlərdə gizlənirdi. Necə düşünürsünüz? Bu araşdırmamızı izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizə əfsanələrin arxasındakı fərqli gerçəklikləri göstərə bildik.